Əvvəllər elektrik xəttləri hər bir evlərimizdə alüminium xəttlərlə olub və alüminium xəttlərlə, alüminium ötürücülərlə və mis ötürücülərin fərqi nədədir? Alüminium keçiriciliyi misə nisbətdə zəifdir və misin keçiriciliyi daha yüksəkdir və enkəsik sahəsində biz daha qabağa düşə bilirik. Həm də qızmalarda mis özün belə deyək, həmin yükü daşıya bilir. Ümumiyyətlə, doğru qeyd elədi. Sualımızda əlavə bir nüans da olur ki, bəzən obyektlərdə mislə alüminium kabeli bir yerdə birləşdirirlər. Bu da düzgün şey deyil. Çünki orada birbaşa yanğının bir səbəblərindən biri də o olur. Yəni, davam eləmişsinizsə alüminiumla davam eləməlisiniz, yox, kabeli mislə çəkmişsinizsə mislə. Amma burada seçimdə iqtisadi səmərəlilik var ki, alüminium daha ucuzdur. Təbii ki, bunu qızıldan deməmək olar, amma alüminium daha ucuzdur. O yüzden elektrik stansiyalarında, işıq ötürücülərində bəzi necə deyim, xəttlərin hamısı alüminiumla ötürülür, sonra misə keçirilir. Onu niyə görə? Çünki yüksək gərginlikdə 1000 voltdan yuxarı yüksək gərginlikdə elektrik cərəyanı naqilin səthi ilə yayılır. Mesela sabit cərəyanda damarın bütün enkəsi boyu gedir, amma dəyişən cərəyanda səthin, həm də bundan da əlavə dəyişən cərəyanda yüksək gərginlikdə amperaj az olur, cərəyan az olur, gərginlik çox olur. Biz ona görə məsəl üçün uzaq məsafələrə enerjini ötürəndə gərginliyin qiymətini qalxızıb amperajı aşağı salırıq. Məsəl üçün 110 kV-luqda 100 amper cərəyan var. Amma 380 voltda 1600 amper cərəyan var. Burada yüksək gərginlik və dəyişən cərəyanın qanunları var. Oradan tənzimlər. Onun üçün də biz elektrik enerjisinin ötürülməsi qaydasında, biz dəyişən cərəyanın ötürülməsində cərəyan naqilin səthi ilə yox. Bəzən görürsünüz ki, AC kabelləri, naqilləri var ki, hava xəttləri. Onların içərisində kobalt, başqa material gedir. O texniki möhkəmliyi saxlamaq üçün. Amma cərəyan onun səthi ilə getdiyi üçün biz cərəyanın səthini, həm də cərəyan çox miqdarı azdır. Amma misi biz daxildə ona görə istifadə edirik ki, amperajımız çoxdur. Təşəkkür edirik.